Azərbaycanda pensiya sistemi ilə bağlı müəyyən islahatlara ehtiyac var. Xüsusilə də bəzi kateqoriyalar üçün pensiyaya çıxış şərtlərinin yenidən nəzərdən keçirilməsi mümkündür. Mütəxəssislər bildirirlər ki, bəzi sahələrdə güzəştlərin tətbiqi, eləcə də pensiyanın yuxarı həddi ilə bağlı müəyyən indikatorların müəyyənləşdirilməsi müzakirə oluna bilər. Lakin bütün bunların fonunda pensiya yaşının artırılması məsələsi gündəmə gətirilməməlidir. Çünki hazırda ölkədə pensiyaya çıxış onsuz da kifayət qədər çətindir. Minimum və orta pensiya məbləği, pensiyaçıların ümumi əhaliyə nisbəti, pensiyaya çıxış yaşı və gözlənilən ömür uzunluğu kimi göstəricilər zəifdir. Bu sistemə əlavə çətinlik gətirmək etimadı daha da aşağı sala bilər. Etimadın azalması isə qeyri-formal əmək münasibətlərini genişləndirir. İnsanlar gələcəkdə pensiya ilə təmin oluna bilməyəcəklərinə inanmadıqda, rəsmi əmək müqaviləsinə maraq göstərmirlər və qısa müddətli qazanca üstünlük verirlər. Mütəxəssislər hesab edir ki, insanların inamını artırmaq üçün daha çox dəstəkverici addımlar atılmalıdır. Hətta müəyyən sahələr üzrə pensiya yaşının azaldılması məsələsi də müzakirəyə çıxarıla bilər.